İndiyə qədər Üzeyir Hacıbəylinin publisistik fəaliyyəti ilə tanış olmuşdum. Ancaq bugünkü konsertdə Üzeyir bəyin musiqi fəaliyyəti ilə bir daha yaxından tanış oldum və onun yaratdığı şedevr əsərlərlə dinləmək, o həmin dövrü yaşamaq, həmin dövrü canlandırmaq bizə nəsib oldu və bunun bir daha şahidi olduq. Bunun üçün biz təşəkkür edirik təşkilatçılara. Möhtərəm prezidentimizin müvafiq sərəncamı ilə bu il Azərbaycanda Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunur. Mədəniyyət Nazirliyinin silsilə tədbirləri çərçivəsində 17-ci Beynəlxalq Üzeyir Hacıbəyli festivalının tərkib hissəsi kimi Mədəniyyət Nazirliyinin Elmi Metodiki və İxtisas Artırma Mərkəzinin Sənət İnciləri mühazirə konserti bugün Bakı Dövlət Universitetində təqdim olundu. Sevindirici haldır ki, Bakı Musiqi Akademiyasının, Milli Konservatoriyanın, Xoreografiya Akademiyasının və Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Bakı Dövlət Universitetinin tələbələri qarşısında Dahi Üzeyir Hacıbəyovun əsərlərini bir daha nümayiş etdirdilər.